Seyidov Məhəmməd Mir Yunisoğlu. Bu həyatda nə üçün darıxırsan? Darıxmaq bir hissdir. Söhbət darıxmaqdan başladı. Darıxmaq bir hissdir. Bu hissi bizə Allah verib. Allahdan almışıq bu hissi. Çünki hissi Allah bizə verməsə, biz bunu hiss eləyənməyiz. Darıxmaq hissini Allah verib. Darıxmaq hissi də bir istəkdir. İstəklə ortalığa çıxan bir hissdir. Bu istəklər bizim bağlantımızdır. Darıxmaq, istək və bağlılıq. Əgər bir şey bağlılıq olmasa, o şey istəmərik. O şey istəməsə də o şeyə darıxmarıq. Sıra ilə gəlir. İndi baxır, mənim nəyə bağlılığım var, o bağlılığımla mənim darıxmaqlığım ortaya çıxa bilər. Ən çox Məhərrəm ayı üçün darıxırsan, yoxsa ağan gəlsin deyənə darıxırsan? İmam Zaman Əleyhisselamın zühru. Yəni, ən çox hansı üçün darıxırsan? İmam Zaman Əleyhisselamın zühru üçün. Məhərrəm ayı üçün darıxmaq, hər bir şey bağlılıqla. Nə qədər çox bağlansan, bir o qədər darıxarsan. Məhərrəm ayı ildə təkrar olunan bir aydır. Hər il təkrar olunmağının da səbəbi də yəni ki, baş verəcəkdir. Bundan qaçılmaz bir şeydir ki, sən iştirak elədin, eləmədin, bu keçib gedəcək, bu olacaq, mütləq olacaqdır. Məhərrəm ayı aylardan biridir, ərəb aylarından biridir. Ancaq İmam Zaman Əleyhisselamın zührünü biz bilmədiyimiz halda ona bağlılıq daha çox olmalıdır. Çünki onlarla darıxmalıyıq. Çünki bu şeyi bilmirik. Bilmədiyimiz halda istəyimiz, insan bir şey biləndə istəyi biraz yatır. Məlum olurdu. Artıq bu məlum olmasa, Məhərrəm ayı gələcək və sən bunu gözləyirsən, Məhərrəm ayı gəlir, bu istək yatır. Bilirsən, çatırsan, mütləq çatmalısan, çatasan. Qaçmayacaq bu səndən. Sən qaça bilərsən, ancaq bu ay gəlib sənə çatacaq. Ancaq İmam Zaman Əleyhisselamın zührü elə bir şeydir, sən bunu daim gözləyirsən, bağlı. Gözlədikcə də həsrət artır. Ona görə də İmam Zaman zührü daha çox darıxılmalı. Özümə görə yox, daha çox darıxılmalı bir hadisədir, hissdir. İnsan gəlir daha çox darıxar. Çünki bir daha olacaq. Bir daha zührü olacaq və yekunlaşacaq. Bunun təkrarı olmayacaq. İmam Zaman Əleyhisselam zühr eləsin, ondan sonra kimsə gözlənsın, gəlsin, bir də zühr eləsin. Bir də biz gözləyək ki, kiminsə zührün yox, belə bir şey olmayacaq. Bir daha zühr olacaq, yekunlaşacaq. Bizim verilişin adı İmam Hüseynlə danışdır. Əl-Zahra TV-də sizə baxırlar. İstəyirdim səmimi bir sual verəm. Buyur. Yəni, ağa İmam Zaman ağa gəldi, inşallah. İnşallah. Ondan istəyərdinmi İmam Hüseynin yanına aparsın sən? İmam Hüseyn Əleyhisselamın yanına aparsın. Göstərsin sənə. Ağa ilə görüşdürsün. İstərdinmi? Paşlıq bunu tələb eləyir. İstərdim, bəli, istəyirəm. Ancaq bunu insan, paşlığımız bunu tələb eləyir. Paşlıq bunu tələb edir. Başqa bir söz deyəmərəm. Bəli, çünki paşlıq bunu tələb edir. Qaça, bundan da qaçmaq olmaz. Çünki İmam Hüseyn Əleyhisselam, ağanın zührü elə İmam Hüseyn Əleyhisselamın bunlar bir-birlə, bunun iki çayın bir-birinə qavuşması kimi bir şeydir. Ağanın zührü elə İmam Hüseyn Əleyhisselam şəhadəti ilə ağanın zührü bağlı bir şeydir. Bu çox qəribə bir şeydir. Yəni bunların hamısı bir-birinə bağlıdır. Bunları bir-birinə ayrı eləmək olmaz. Ağa zühr eləyir nədən? Elə İmam Hüseyn Əleyhisselam yerdə qalmış, qanın təzədən neyləsin? O həmin hadisəni xatırlamaq. Biz bu şeylər, bu əzadarlığı keçib gedir. Kimlərsə məsələn iştirak edir. Bir müddətdən sonra yenə qutarı, yenə deyirəm, o insanlar bu dünyadan köçüb gedirlər. Axı o insanların bir də arzusu qalır həyatda. Nə arzusu qalır həyatda? Yekunlaşmaq. Sən demə, əgər bu sual düşünülmüş, məsələn, yerində dəqiq verilmiş sualsa, demək, İmam Zaman Əleyhisselamın zührünü gözləyən İmam Hüseyn Əleyhisselam da onun olacaq, eyni ilə eyni şeyin təkrarıdır. Fərqli, ayrılıq ayıra bilmərsən. Mən İmam Zaman Əleyhisselamı sevirəm, ancaq İmam Hüseyn Əleyhisselamı sevmirəm. Ya İmam Hüseyn Əleyhisselamı sevirəm, İmam Zamanı sevmirəm. Bilməm, qəribə bir şey olar. Yox, alınmaz. Mütləq.
14 masumun hamısına bağlılıq, bir-birindən fərqli qoymaq olmaz ki, məsələn də bundan bu qədər sevirəm, bunu bu qədər sevirəm. Onu deyəmərəm, yalan deyəmərəm. Ağa, neçə yaşında İmam Hüseyni tanımısınız? Namaz qılmağa 25 yaşından başlamışam, biraz gec başlamışam. Sonra həqiqətlərin, alimlər köməkli ediblər. Alimlərimiz cümə xutbələrində iştirak, kitablarla bu cür tanımaqlığım bu cür olub. Şəxsi tanımaqlıq olub. Yəni deyək ki, köməklik deyəndə yenə deyirəm, böyüdükcə məsələn bəzi insanlar deyirlər, mən onlara hərdən bir həsəd aparıram. Məsələn deyir 2 yaşımdan, 3 yaşımdan belə şeylər. Mən də bizdə olmayıbdı. Mən bu şeylər düzdür, ailədə böyümüşəm, ancaq bu şeylər olmayıbdı. Ancaq 25 yaşından sonra şükür Allaha, Allah həqiqət yolunu açandan sonra yavaş-yavaş bunlarla tanış olmağa başladım. Və o vaxtı ki, siz tanıdınız İmam Hüseyin ağanı, necə tanıdınız? Kim olaraq tanıdınız? Hələ Peyğəmbər Sallallahu nəvəsi olaraq, İmam Əli əleyhissalamın oğlu olaraq, İmam Həsən ağanın qardaşı olaraq və yaxud da Əbəlfəz ağanın qardaşı olaraq və yaxud da Rüqəyyə xanımın atası olaraq bir söz də qaldı. Bəlkə də Əli Əsğərin atası olaraq tanıdı. Necə tanıdı? Bir kitab var evdə, mənə bir nəfər veribdi. O kitab mənə çox köməkli elədi. İmam Hüseyin əleyhissalamı tanımaq. Hələ də o kitab evdə qalır. 2009-cu ildə İmam Hüseyin əleyhissalamın əmr bil məruf və nəhy az münkəri. Bilmirəm, nədənsə bu söhbətlərin hamısı gedib çıxır elmi bir mövzuya. İmam Hüseyin əleyhissalamın əmr bil məruf nəhy az münkərini, yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirmək. O kitabı saxlayıram daima. O kitab ayrılmaz bir şeydir. Məsələn, orada İmam Hüseyin əleyhissalamla elmi surətdə tanış olmaq. İmamın istəyi nədir? İstəkləri nə olubdur? Biz niyə imamı istəməliyik? Niyə onu tanımalıyıq? Niyə onu qəbul etməliyik? Bunların hamısı kitablarla, ancaq şəxsi fərdlərlə tanımaq da olur. Məsələn, İmam əleyhissalamın oğulsa böyük bir məqam sahibidir. Əli-Əkbərin atası yenə. Bunlarla bir yerdə həm də yenə deyirəm, maariflənməklə tanıdım. Bu cür, tanımaqlığım bu cür oldu. Qəbul etməyim, İmam Hüseynimi qəbul etməyim, əsasda ən çox maariflənməklə, oxumaqla, bu cür deyə bilərəm. Ancaq bir ayrılıq var burada. Necə ki, biz bəndələr o bayaq dediniz ki, bir vaxt gəlir Məhərrəm ayı olur, hər il bunun təkrar olur. Bu hadisələr, məqtəl, biz bu tarixi hər il qeyd edirik ki, unudulmasın. Amma bir şey də var ki, İmam Hüseyin ağanın üçün darıxmaq, ya o Məhərrəm ayının içində gör kimlər var, onlar üçün darıxmaq. Ancaq fikir ver, bir balaca qız uşağı atası üçün darıxmışdı. Onu nə hala saldılar? Atasını istədi. Kim idi o? Xanım Rüqəyyə. Atasını istəmişdi də, hə ağa? Niyə ondan əl elədilər? Bax, fikrin nədir buna? Bir insan kimi fikrin nədir? Bu nə işarə edir ki, balaca körpə uşaq, qız uşağı atası üçün darıxıb da? Yoxdur. Niyə zülm verməliydilər ona? Bax, buna necə baxırsan? Ey dünya, oldun mənə dar, İmam Hüseynsiz. Qoymaram olasan sən mənə yar, İmam Hüseynsiz. Kim bu dünyaya aşiq oldu, qaldı İmam Hüseynsiz? Əsl aşiqlər dözmədi, soldu İmam Hüseynsiz. Onlar İmam Hüseynsiz qaldı. İmaməti başa düşmədən İmam Hüseynsiz qaldı. Əsl aşiqlər dözmədi, soldu İmam Hüseynsiz. Səkdəş soldu. Xanım Rüqəyyə o solan çiçəklərdən biri idi. Dözmədi. Atasız, İmam Hüseynsiz. Ata, həm də imam. İndi sual məsələn, Rüqəyyə xanım ona ata kimi daha yaxındır, imam kimi daha yaxındır. Məsələn, belə bir şey çıxar ortalığa. Bizə imam kimi qəbul olunur. Mən İmam Hüseyin əleyhissalamı öz atam deyə bilərəm. Deyənmərəm, alınmaz.
Məsələn, ata düzdür ki, imamlar bizim atalarımızdır, böyüklərimizdir. Hətta deyirik atamız, anamız sənə qurban olsun. Böyük kimi onları qələmə verir. Çünki bir şəxsi qurban eləyəsəncə, ondan böyüyünə qurban eləməlisən. Xırdasına qurban eləyəməlisən ki, ancaq bizim üçün imam məqamı böyükdür. Biz deyirik, ancaq xanım Rüqəyə ata deyirdik, imam demirdi. Deməli, ataya olan bağlılıq onun için imamdan daha çox böyük bir bağlılıq idi. O da dözmədi. Ata yoxluğu onu solmağa məcbur etdi. Belə düşünürəm. Çox 3 yaşında uşağın həqiqətən də atasız qalmağa, insan böyüyəndə biraz atasız qalmağa öyrəşir. Qəribə bir sirdir ha. Uşağın atasız qalmağı, deməli uşaq atasız qalmamalıdır. Və burada sir yatır ki, 3 yaşında uşağı atasız qoymaq yaxşı bir şey deyil. Bu qəribə bir şeydir ha. Hər bir Rüqəyyə xanım ona görə dözə bilmədi. Dözə bilmədi. Atasız qoydular onu. Ata məhəbbəti. Atasız qoymaq uşağa yaxşı şey deyil. Qoy başa düşsünlər ki, indiki dövrə gəlib çatıblar. Məsələn də İmam Hüseyn məktəbinə qiymət verməyənlər, belə bir şey. Yaxşı, İmam Hüseyn məktəbinə qiymət vermirsən. 3 yaşında övladı atasız qoymaq yaxşı bir şeydir. Sual olunur. Heç imamı yaxşı imam kimi tanımırsan. Kim desə ki, yaxşı bir şeydir, onda deyən 3 yaşında övladın varsa özündən ayır, öldürmə ki, ver aparaq uşağını. Bir də sənin üzvü görməsin. Buna nə təsir edir? Deyər, qoymaram. Dünya dağıla qoymaram. Halbuki biz onu öldürmürük. Ha, aparıq bir aylığını, bir həftəliyinə sənin üzvü görməsin. Nə qədər insan narahat olar?